أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, alemlerin Rabbi Allah insana hansı üzvü organı vermişdirsə, ağıllı insan onu düzgün idare etmekle dünyada güzel insan olmuş, Allah yanında güzel kul olmuş ve öteki dünyada da saadete kavuşmuştu. Nadan insan ise Allah'ın verdiği organları, üzvləri mənimdir, gücüm çatır, bacarıram deyə yanlış istifadə etmiş, insanlar içində heysiyyətini itirmiş, dəyəri qalmamış, Allah yanında günahkar qul olmuş, öteki dünyada da onun dəhşətli əzabını çəkir. Danışdığımız biz insanlardan söhbət gedir. Yəni məndən, səndən söhbət gedir. Yəni biz Allah'ın verdiği organları bəzən düzgün istifadə etməyərək öz başımıza bununla bəla açırıq. Onlardan biri də Allah'ın bizə verdiği dil organı nemətidir. Dil üzvü, bədən üzvü olan dil, organ. Değerli insanlar, bu üzv ilk önce bunu bilək ki, bir anatomiya olarak bu insan bedenine verilmiş Allah tərəfindən kan damarlarından ibaret, sinirlerden ibaret ve vəzilərdən ibaret olan ve limfoid ünsürlerle zengin olan, üstü selikli qışa ile örtülmüş bir üzv. Yani ət parçası. Amma bu ət parçasının içində necə funksiyalar yaratmışdı Rəbbimiz ki, bu dil həm dad bilir, yəni dad reseptorları dilin ətrafını bürümüşdü. Bütün dadlar dilin üzərindədir və yediyin qidanı ağzında çevirərək qida borusuna ötürən organdır və üzərindəki tüpürcəklər vasitəsilə, ağızdakı tüpürcəklər vasitəsilə ki, tüpürcəklər də dilin üzərinə oturur. Beyinə siqnal göndərir ki, gələn qida nədən ibarətdir? Yəni onu necə kimyəvi tərkib olaraq parçalamaq lazımdır. Yəni dil orqanı bir dünya elmdir. Allah onu bizə vermişdi. İnsan isə onu könlü istədiyi kimi idarə edə bilməz. Çünki o orqan çox təhlükəli orqandır. Yeganə orqandır ki, onun öz elədiyi xətanı, cəzasını özü çəkmir. Xətanı o edir, bəlanı digər orqanlar çəkir. Dil deyir, gözü çıxardırlar. Dil danışmışdı, qıçı sındırırlar. Döyürlər və ilaxır. Deməli, dil belə bir qorunan orqandır. Möhkəm çənə altında, içində qorunaraq özünü bəlalardan qoruyur, amma insan başına bəlalar açan bir hissə. Değerli Müslümanlar, əslində bu dil neməti alemlerin Rabbi Allah tərəfindən bizə verilmiş elə gözəl bir üzvdür ki, biz onun vasitəsilə Allah ilə söhbət edirik. Sən düşünürsənmi? Sən Rəbbinlə danışa bilirsən. Danışmana belə ehtiyac yoxdur. Amma sən bir düşün. Danışa bilməyib,
dərdini ifadə etmək hara, danışaraq bunu ifadə etmək hara. Çünki insan danışdıqca içi boşalır və sinirlər sakitləşir. Amma danışa bilməyən insanlarda, yəni bu problemi olan, dili olmayan, yəni dili var, yəni danışa bilməyən, nitqi olmayan insanlarda bu məsələdə biraz qəzəb olur, hirs olur ki, yəni danışa bilmir, ifadə edə bilmir deyə qəzəb keçirdir. Düşünürsünüzmü? Allah bizə bu hissəni, bu orqanı vermişdir. Biz onun vasitəsilə sevdiklərimizə sevgimizi bildirə bilirik. Küsəndə ifadə edə bilirik ki, niyə küstüm? Biz o dillə danışdığımız dilimizin vasitəsilə Allahın cənnətini qazana bilirik. Sənin ağzından çıxan bütün kəlmələr qeydə alınır. Və eyni zamanda dilin özünün də yaddaşı vardır. Dil yaddaşı. Ki qiyamət günü Allah bizim dil yaddaşımızı ortaya koyacaq. Göz yaddaşımızı ortaya koyacaq. Ki nələr danışmısan? Çünki bizdən şahid çıxmaz. Biz mübahisə edən məxluquq. Mübahisə edərik ki, mən deməmişəm. Belə deməmişdim. Sözü çövirməyə çalışırıq. Ona görə də Allah elə onun öz ehtiyat hissəsi olan yaddaşı ortaya koyacaq və nə danışılıb onun hesabı veriləcəkdir. Dəyərli insanlar, unutmayaq, başımıza yaşadığımız həyatda çox işlər gəlir. Gah sevindirici, gah kədərləndirici. Bütün buna baxmayaraq, insan bəzən dilini qoruya bilmir, yaşadığı sıxıntıları insanlarla paylaşır. O isə bu doğru deyildir. Sən bilginən, sənin yaşadığın sıxıntını insanlar həll etməyəcək. İnsanlara danışmaqla sən əslində sənə aid olan bir silahı başqasına vermiş olursan. O onun yaddaşında sənə qarşı işlədiləcək bir açıq silahdır. Vermə sirrini. Yaşadıqlarını sən və ailə içində yaşa. Çölə danışma. Evində baş verənləri ələl-xüsus bu qadınlarda çoxdur. Rəfiqələri ilə saatlarla evində baş vermiş hadisəni danışmaqla keçir. Ailə üzvlərindənmi, adətən qohum-əqraba söhbətləri, balduz, qaynana kimi söhbətlər və hər iki tərəfə aiddir. Qaynana da danışa bilər və əks tərəf də danışa bilər ki, yəni bunları sanki ürəyini boşaldırmış kimi danışır. Sanki rahatlıq tapacaq kimi danışır. Sən bilirsən onu danışarkən səndəki rahatlıq hardandır? Allahdan deyil ki, axı Allah qeybəti qadağan etmişdi. Necə sənə rahatlıq verər? Sənə gələn rahatlıq şeytandandır. Şeytan səni buraxır ki, bax indi mənim adamım oldun. Sənə ki o yükü yüklətdirdi, o günahı elətdirdi və ondan sonra səni buraxır, sən də elə düşünürsən ki, adam danışanda rahatlıq tapır. Xeyr, dəyərli insanlar, xeyr. Allah şahiddir ki, bu belə deyil. O dili yaradan Allah deyir, bu belə deyil. Allahın Resulü sallallahu aleyhi və səlləm bir gün Muaz radiyallahu anhu ondan nəsihət istədi. Resulullah sallallahu aleyhi və səlləm ona belə dedi. İhfaz lisanəkə səkələtukə umməkə ya Muaz. Və hal yakubbun nəsə alə vücuhihim illə əlsinətəhum. Muaz Resulullah'dan nəsihət istədikdə Allahın Resulü sallallahu aleyhi və səlləm ona dedi. Muaz, dilini qoru, hər sözü danışma. Muaz dedi, ya Resulallah, bu dil Allahın bizə verdiyi bir orqandır, bir üzvdür. Biz bununla danışırıq da, sözdür də, yəni sözdür də danışırıq. Bax, olur bizdə də bəzən biri bir söz dedi,
sənin qəlbini parçalayır. Sən ondan küsdükdə o deyir, nə olub, sözdür deyirəm də. Sözdür, məgər söz qılıncdan iti deyil, məgər söz deyil, dünya müharibələri yaradır, məgər söz deyil, insanlar boşanır, ailələr dağılır, körpələr anasız, atasız böyüyürlər, məgər bunlar sözlərin nəticəsində olmayıbmı? Haçan birinin əlindən qab düşüb sınanda ailə dağılır ki? Haçan biri yıxılanda, qıçı əziləndə buna görə boşanma olur ki? Bütün bunların səbəbi söz deyilmi? Sən mənə dedin, sən etdin, sən dedin. Bunlardır. Rasulullah deyir, anan sənin üçün ağlasın, ey Muaz. Sən nə danışırsan? Sözdür nədir? Məgər qiyamət günü insanların çoxu dillərinə görə üzü üstə cəhənnəmə sürüklənməyəcək? Bəli, dəyərli insanlar, bu hər zaman hələ belə olub. İnsanlara şeytan sözü yüngül göstərib ki, sözdür də, zarafatdır, sözdür. Bunların heç biri əsas deyil, heç biri. Çünki bu qəlb parçalayır. Qəlb sözlə parçalanır. Qəlb yumruqla, sillə ilə parçalanmır. Qəlb sözlə parçalanır. Çünki yumruq, döymək qəzəbin əlamətidir. Amma söz isə qəlbin əlamətidir. Qəlbdən gələndir. Sən söz deyəndə mən düşünürəm ki, bu barədə düşünüb. Ona görə də deyirlər, psixologiyada belə bir qayda var. Mübahisə vaxtı biri sənə bir söz dedisə, sən bilginən ki, o söz onun xatirəsində uzun müddətdir var olan sözdür. Sadəcə olaraq illərlə onu sənə deməyib. İndi zəmin yarandı, onu sənə dedi. Deməli, bu söz təsadüfən gəlmir. Sonra deyir, bağışda, əsəbli idim dedim o sözü. Xeyr, sən sakit vaxtı o sözü fikirləşmirsən. Sən evində yatarkən o sözü fikirləşmişdin. Ona ehtiyat üçün mənə aid olan sənin xatirə bölümündə onu saxlamışdın. Ki, haçan bununla qəzəbli olsam, buna deyiləsi, buna od qoyacaq bu sözlər vardır. Lazım olsa bu sözləri onun qabağına qoyacağım. Halbuki o sözlər onu parça-parça edəcək. Sən isə belə düşünürsən. Əla oldu. Nə otuzdurdum onu yerinə? Bəlkə də o adam evində insult keçirtdi o sözün ağırlığından. Bu daha çox sevinir ki, əla oldu. Halbuki bu belə olmayacaq Allahın huzurunda. Sənin o qəlbini parçaladığın, bəlkə də həmən vaxtı haqlıydın. Bəlkə yox ən haqlı olan dövrünü götürək. Yəni tam olaraq haqlıydın, o sözü amma dedin ona. Və o sözü deməyinlə o məhv oldu. Sən bilirsən kimi məhv etdin? Dost dediyini, qardaş dediyini, bacı dediyini, illərcə sevgisini içində saxladığın birisini məhv etdiyin odur. Sən düşmənini məhv etmisən, sən dostunu məhv etmisən. Nə olsun ki, xəta etmişdi. Nə olsun ki, günahkar idi. Amma sən dözsəydin, sən nə qədər böyük insan idin. Dəyərli insanlar, insanlara dərd danışmayın. Həqiqətən insanlara dərd danışmayın. Dərdi danışın, sizin dərdinizə dərman olacaq bir nəfərə. Bir nəfərə, topluma deyil, hər kəsə deyil, sənə qulaq asıb heç nə etməyənə deyil, sənin dərdinə yanıb və bu işi görə bilmə qabiliyyəti olan, ağıllı, zəkalı və söz saxlayan birisinə dərd danış. Sən həkimə xəstə olanda 100 həkimə gedirsən, bir həkimə gedirsən, illa ki məhrəm xəstəlik olanda, yəni insan buna görə utanır, bu dərdini kimə danışsın deyə 100 fikirləşir, bir biçir. Bir həkimin yanına gedir ki, yəni söz onda qalsın, gizli olsun, yəni mənim bu sirrim çölə çıxmasın. Bax, dərd də belədir. Dərdi o adama danış ki,
O adam sənin gəlib o məsələnə müdaxilə edib, gedib əks tərəflə danışacaq, onu yerinə otuzdıra biləcək birisidir. Onun ona ərki çatır, hünəri çatır və onun yaşı, tutduğu yol ona yol verir. Belə adama dərd danışarlar. Məgər biz ata-babalarımızdan, qədim ata-babalarımızdan bunu görməmişdikmi? El ağsaqqallı, el ağbirçəyi deyiləcək kişi və qadınlar var idi. Bir kişi idi, bir qadın idi. O ölənə qədər bir nəfər idi elə. O öləndən sonra yenisi yetişir onun yerinə. Ki bir nəfər yaşadığı ətrafın hamının dərdindən xəbərdardır. Amma heç vaxt heç kəslə bunu bölüşmür. Çünki bu ona layiqdir. Bax, belə adamla dərd danış ki, o da ağsaqqallığından, ağbirçəliyindən istifadə edib sənin dərdinə dərman edə bilsin. Bu nədir? Telefonlar, WhatsApplar doludur bu danışıqlarla. Bu öz ailə söhbətini, o öz ailə söhbətini. Sən bilirsənmi, sənin misal üçün 10%'lik bir problemini birine danışdınsa, o da gedib başqasına danışdısa, üçüncü, dördüncü adamdan söz təzədən gəlib sənə çatdısa və yaxud da ki ailə üzvünə, bu 10%'li problemi 100%'a qaldırır ki, sən necə bunu danışarsan, insanlar başqa cür buna reaksiya verdi, filan kəs evində bu cür yaşayır, belə işlər görür, kimi sözlər danışılır. Dəyərli insanlar, dilimizi qoruyaq. Allah bu dili bizə vermişdir ki, bu dil vasitəsilə Allahı zikr edək. Bizə aid olan sözləri danışıb biri-birimizlə gözəl sevgi yaradaq içimizdə. İçimizdə var olan sevgini ifadə edə bilək. Bu dil bizə verilmişdir ünsiyyət vasitəsi. Bu dil bizə verilməmişdir ailələri dağıtmaq vasitəsi. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdu. İnnel abdə leyetəkəlləmu bil kelimətin min ridvanillahi la yulqi ləhə bələn yərfa'uhullahu bihə dərəcətin. Hadis Ebu Hureyre radıyallahu anhu tərəfindən rəvayət olunmuşdur. İmam Buxari səhih sənəd ilə bunu rəvayət edir. Və Allahın Resulü belə buyurduğunu qeyd edir. Bir qul əgər Allah rızası üçün bir söz danışarsa, o sözə görə Allah onu ucaltdıqca ucaldar. Deməli, Allah rızası üçün danışmaq. Allah rızası üçün nədir? Küsənləri barışdırmaq. Allah rızası üçün elm öyrətmək. Allah rızası üçün məlumatları vermək. Yəni, yardım etmək. Sözlər, Allahın kitabındakıları öyrənib insanlara çatdırmaq və yaxud da ki, insanı gözləyən fəlakətdən ona xəbər vermək. Əgər bir insan yalnız bu sözləri danışırsa, yəni ancaq cəmiyyətə fayda olaraq xeyirli sözlər danışırsa, bunun həyatındakı sözlər bundan ibarətdirsə, Allah onu ucaltdıqca ucaldar. Və sonra Resulullah deyir, əgər bir insan Allahın xoşlamadığı sözləri danışarsa, Allah o sözlərə görə onu üzü üstə cəhənnəmə sürükləyər. Yəni, sən o sözə görə cəhənnəmə düşə bilərsən. Ey qul, sən nədir deyirsən ki, sözlü danışırıq da? Ailəmdə, evimdə baş vermiş hadisəni danışıram. Və yaxud da dostlar arasında baş vermiş hadisəni danışırsan, rahat danışırsan. Sən bilmirsən bu rahat danışdığın, səni dinləyəcək o 3-5 nəfərin arasında danışdığın sözü bir gün Adəm əleyhissalamdan sonuncu insana qədər hamının bir arada olduğu vaxtı da danışacaqsan, sənə o sözü danışdıracaqlar, danışdığın sözün video görüntüsü qoyulacaq, sənə baxacaqlar, hamısı səni yaxşı bilənlər, sən hələ buna bax, bu gör nələr edilmiş. Bu qeybətçi söz danışan birisiymiş. Güya ki mahirdir, elə adamlara danışır ki və sonra onlardan söz alır ki, buna heç kəsə danışmayasınız. Sən bunu deyəndə həya etmirsən ki, heç kəsə danışmayın nə deməkdir?
Allah eşidir. 4 mələk çiynində eşidir. Növbə-növbə mələklərdir də, səhər mələkləri, axşam mələkləri. Hələ sənin yanında mühafiz mələklər var idisə, onlar da eşidir. Bəlkə də yüzlərlə məxluq eşidir. Şeytan da eşidir. Cinlər də eşidir. Sən özünü ağıllı sanırsan, güya ki, bu 3 nəfərdə qaldı. Bəs niyə deyirlər söz 3-cü adama deyildisə, bir sözü 3-cü adam bildisə, artıq o sir deyil. Sir 2 nəfərin arasında olan sözdür. Bu da ki, zəruri sirləri, ha. Yəni, sənə yardım edə biləcək sözü danışmaq. Yoxsa belə yük olaraq kiməsə yükləmək deyil. Sahabələrdən Sufyan bin Abdillah Əs-Saqafi radiyallahu anhu rəvayət edir ki, mən bir gün Allahın Rəsuluna belə dedim. Ey Allahın Rəsulu, mənə bir söz de. Mənə bir söz öyrət ki, mən o sözü həyatım boyu möhkəm tutum və o mənə həyatı boyunca fayda versin. Allahın Rəsulu ona dedi, de, Rəbbim Allahdır. Sonra bu yolda düz ol. Bax ha, gör nə nəsihət edir. Ona deyir ki, de, Rəbbim Allahdır. Yəni, həyatını elə qur ki, sənin həyatında Allahdan başqa sənin ilahın olmasın. Yalnız Allahın qulu ol. Allahdan başqasına boyun əymə. Allahdan başqasından rızq diləmə. Allahdan başqasına təvəkkül etmə. Yalnız Allahdır sənin rızqını verən, sənə şəfa verən, sənə yardım edəcək güc Allahdır. Yalnız Allaha dua et. Allahdan başqası deyil. Resulullah dedi, bunu de, yəni hər gün de, la ilahə illallah. Allahdan başqa mənim ilahım yoxdur. Və sonra, bax, ən maraqlı söz budur. Deyir, bu yolda düz ol. Sümmə istaqim. Yəni, bu yolda düz ol. Bu nə deməkdir? Dediyini yaşa. Yoxsa, la ilahə illallah deyib, ocaqlarda sürünür. La ilahə illallah deyib, cəmaatın cəhdlərinə yalvarır. Bu, dediyi sözü inkar etməkdir. Belə yox yəni. De və üzərində dayan. Və həmən sahabə Sufyan bin Abdillah Əs-Saqafi radiyallahu anhu deyir ki, mən dedim, ya Resulallah, Allah rızası üçün davam et, öyrət mənə, yenə öyrət. O dedi, sənin üçün ən çox qorxduğum dildir. Dilini tut, hər sözü danışma. Özü də öz dilini tutaraq, Resulullah öz dilini tutaraq ona göstərdi. Bax, bunu möhkəm tut. Hər sözü danışma. Ancaq sənə fayda verən sözləri danış. Ağlına gələn sözləri danışma. İdarə et, gör deyiləsi sözdür, deyil. Yəni, bu orqanı idarə et. Ən öz başına, ən çılğın orqandır. Əl öz başına yumruq atmır. Ayaq da öz başına təpik atmır. Amma dil isə öz başına danışır. İlla ki qəzəbləndisə, nə gəldi danışır. Ona görə ən qorxulu Resulullah onu tutaraq dedi. Bunun barəsində sizin üçün qorxuram. Bunu idarə edin. Dəyərli insanlar, biz bir gün Allahın huzurunda olanda, sənin yaşadığın həyat səninlə bərabər Allahın huzuruna qoyulacaq. Allah öz mələklərinə deyəcək, qulumun həyatı bundan ibarətdirmi? Deyiləcək, bəli. Allah deyəcək, onun içindən mənə aid nəyi yaşayıbsa onu ayırın. Sən onu təsəvvür edə bilirsən, ey qul. Allah deyəcək, yəni bunun bu ömrü var, 70 illik bir ömür. Misal üçün dedim. Bu 70 ilin içində nə qədəri mənimdir? Onu çıxardın oradan. Mələklər deyir, süzüb onun içindən Allaha aid olan müddəti çıxardacaqlar. İndi sən nə qədər Allahdan danışmısan, Allah üçün yol getmisən, Allah üçün iş görmüsən, hətta bir heyvanın qabağına
gedib su qoymusan Allah üçün. Bunlar hamı Allah üçün sayılır. Yatanda, yatağıma girəndə Bismillah deyib, zikr edib yatmısansa, oyanana qədər təsəvvür et, Allah üçün yatmış sayılırsan. Və yaxud da ki, sən yorğunsan, deyirsən ki, biraz yorğumu alım, durub gedib filan kəsə ziyarətə gedəcəyəm. Allah üçün onun ziyarətinə gedəcəyəm. Bax, onun üçün elədiyin istirahət də ibadətdən sayılır. Məscidə gedərkən attığın addımlar da Allah üçündür. Bax, bunlar hamı Allah üçündür. Bax, bunları hesablayıb çıxardacaqlar. Yerdə qalanına Allah deyəcək, atın getsin bunu cəhənnəmə. Yəni, əməlləri o şəxsi deyil. Yəni, mənim deyilsə, nə edirəm ki onu? Nə edirəm ki onu? Nə bilim, ev tikib özü üçün, şan şöhrət üçün. Nə bilim, bir maşın alıb, aylarla da maşını ilə məşğuldur, orasını, burasını düzəltməklə. Öz bədəni ilə, öz bədənini Allahın yaratdığı ilə razı deyil, bədəni ilə saatlarla, günlərlə məşğuldur, orasını, burasını düzəltmək üçün. Bu Allah üçün deyil ki. Fitness klublara gedən kişilər və qadınlar Allah üçün gedirlər ki, yəni o kişilər Allah üçün idman edir ki, mən Allah üçün gözəl görünüm, yoxsa cəmaət mənə baxıb desin, bəxtəvər nə yaxşı qalıb. Yoxsa bunun üçün edirik. Əlbəttə ki, onun üçün edirik. Allah üçün onu etmək istəyən adam, elə evinin içində də onu edə bilər. Ki, Allah üçün sağlam olun. Allah üçün sağlam olmaq üçün heç bir kluba, idman zallarına, heç birinə getməyə ehtiyac yoxdur. Bu bəzilərinin acığına gəlsə belə. Çünki ora gedənlərin inanıram ki, bir tamına yaxına, bəlkə də hamısı belədir. Və yaxud da ki, bir 90%. Bunlar başqaları üçün oradadılar. Çünki başqası üçün oradasan ki, orada güzgü qoymusan. Orada video çəkdirirsən. Onu telefon statuslarına qoydurursan. Deməli, başqası üçün oradasan. Allah üçün sağlam olmaq istəsən, elə həyatında onu düzəldərsən, evinin içində də onu edə bilərsən. Zaten Allaha sənin qol əzələlərin lazımdır. Allaha sənin hünərin lazımdır. Hünərin. Ona görə də dəyərli insanlar, Allah üçün həyat qur. Allah üçün yaşa. Sənə lazım olacaq. Bəlkə də Allah deyəndə ki, bunun həyatının içindən mənə aid olan hissələri götürün deyəndə, bəlkə də sənin həyatının böyük bir hissəsi ortaya qoyulacaq ki, Allahım, bu adamın həyatının 80%-i sənə məxsusdur. Nə gözəl həyatdır o. Nə gözəl həyatdır o. Allah bütün möminlərə, müsəlmanlara belə həyat nəsib eləsin. Ki, Allah üçün qiyamət günü o buna görə sevinəcək. Buna görə sevinərlər. Saraylara görə, evlərə görə, vəzifəyə görə sevinməzlər. Daha da bunlar bəladır. Ona görə dəyərli insanlar, dilimizi qoruyaq ki, Allah üçün bir işlər görək. Yəni, sabahları bizim dilimiz ora qoyulanda, dilimizin yaddaşı ora qoyulanda, deyilsin ki, bu adamın dili həyatının 70%-ni, 80%-ni Allaha həsr edib. Nə gözəl dildir o. Sahibinin başını uzatdı. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.